Ekologiya və Təbii Sərvətlər Nazirliyi də VUF-13 çərçivəsində aktiv müzakirələr aparır. Plastik çirklənməsi ilə mübarizə, yaşana bilən şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi mövzusu hazırda prioritetdə. Əməkdaşımız Zeynəb Nadirova bizə bütün bunlar barədə məlumat verəcək. Zeynəb, salam, bu saata hansı xəbərləri çatdırmaq istərdin? Hansı müzakirələr aparılıb? Buyur, sən işlək. Gülşən, hər vaxtın xeyir olsun. Növbəti saatda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin VUF-13 çərçivəsində qeyd edək ki, Expo mərkəzinin Azərbaycan pavilyonunda keçirilən tədbirindən məlumat verəcəyik və bir qədər öncə artıq start götürdü. İlk olaraq elə nazir müavini çıxış etdi. Vüqar Kərimov qeyd elədi ki, əsasən tullantıların yenidən belə deyək, istifadə olunması, emal olunması, onlara yenidən can verilməsi və sellofan paketlərin yenidən istifadə olunması istiqamətində onların təbiətdən toplanması və yenidən emal olunması üçün tədbirlər genişləndirdi və bilirik ki, fabrik fəaliyyət göstərir Azərbaycanda və yeni fabrikində işğaldan azad olunan torpaqlarda fəaliyyəti ilə bağlı da tədbirlər genişləndirilməyə davam edir. Çünki işğaldan azad olunan torpaqlarda həm ərazi baxımından, həm infrastruktur baxımından imkan verir ki, biz bu kimi planları gerçəkləşdirə bilək və növbəti mərhələdə də şəhərlərin salınması ilə paralel olaraq təbiətin qorunması, yaşıllıqların salınması və tullantıların yenidən canlandırılması, yəni onlara ikinci nəfəs verilməsi üçün istiqamətlər genişləndirilir və eyni zamanda vurğulayaq ki, bu istiqamətdə nazir müavini o informasiyanı da qeyd etdi ki, VUF-13-ün Azərbaycanda keçirilməsi və bu tədbirin mahiyyəti eyni zamanda tədbir istiqamətində bütün qurumların gördüyü işlərin artıq dünyaya çatdırılması, yəni Azərbaycanın uğurunun əldə olunması və şəhərlərin salınması və yaşıllıqların qorunması istiqamətində işlərin görülməsi əsas prioritetdir. Bu tədbir də imkan verir ki, biz bunu bütün dünyaya çatdıra bilək. Təbii ki, göz önündədir tədbirdə baş tutan istiqamətlər və Azərbaycan da həmin işləri görməyə çalışır və göstərməyə də çalışır. Və eyni zamanda onu da vurğulamaq yerinə düşər ki, Gülşən, bundan sonraki mərhələdə moderator öz çıxışı zamanı bildirdi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbii sərvətlərin qorunması üçün, eyni zamanda bu sərvətlərin yox olmaması istiqamətində əlaqələrin genişləndirilməsi üçün də addımları atmağa davam edir. Bundan sonraki mərhələdə qeyd edək ki, mən elə öz canlı bağlantıma başlayarkən fonda izlədiyiniz BMT-nin nümayəndəliyi idi ki, o da bir sıra məsələlərə toxundu, qeyd elədi ki, təbiətin qorunması əsas prioritetlərdəndir, şəhərlərin salınması ilə paralel olaraq. Bunu isə Azərbaycan çox gözəl şəkildə həyata keçirir və biz bunu göz önündə izləyirik. Təkcə Azərbaycanın paytaxtı Bakıda yox, işğaldan azad olunan torpaqlarda da artıq bu istiqamətlərə doğru addımlar atılır. Şəhərlərin salınması, iri kənd və qəsəbələrin və binaların salınması göz önündədir və görünür ki, bu tam sürəti ilə davam edir və davam etdikcə də həmin ərazilər həm yaşıllaşır, həm də abadlaşır, şəhərlər salınır. Və elə bu VUF-13 çərçivəsində Azərbaycanın bir nümunə olması bu istiqamətdə və eyni zamanda nümunənin də geniş şəkildə vurğulanması bizi əsas maraqlandıran məqamdır. Vurğulayaq ki, hazırda artıq COP29-da iştirak çərçivəsində, eyni zamanda VUF-13-də əsas prioritetlərdən olan məsələlər istiqamətində də Milli Məclisin üzvü, parlament üzvü Nigar Arpadari də çıxış eləyir və hazırda onun çıxışını izləyirik və onun da əsas çıxışında vurğulanan məqam ondan ibarətdir ki, mənzil təminatı, insanların ev eşiklə təmin olunması, sosial təbəqənin əsas diqqət mərkəzində saxlanılması Azərbaycan üçün hər zaman göz önündə olub, diqqət mərkəzində olub və VUF-13 çərçivəsində də bu işlərin görüldüyü, yəni görülən işlərin təbii ki, mediaya, bütün dünyaya çatdırılması, eyni zamanda yeni addımların atılması istiqamətində informasiyaları verməyə çalışırıq. Təbii ki, biz həmin bu tədbiri yaxından izləyirik. Nazir müavinin çıxışından sonra qeyd elədiyim istiqamətdə artıq BMT nümayəndəliyi və digər şəxslər də çıxış etsə, hazırda isə biz Nigar Arpadarinin bu istiqamətdə informasiyalarını dinləyirik. Mütəmadi olaraq da efirə informasiya verməyə çalışacağıq. Hələlik isə burada yekunlaşdırıram. Növbəti saatda yenilənən informasiyalar çərçivəsində qarşınızda olmağa çalışacağım. Söz səndə.